Assalamu alaikum. Deməli dostlar, gəlmişik Qəbələdə istirahətə. Belə bir gözəl istirahət məkanı tapmışıq Allahın izni ilə. Kotejləri də var. Nohur çay istirahət mərkəzi. Gözəl istirahət məkanları da var. Besetkaları falan. Qiymətlər də çox münasibdir. Rayonun özündən çox uzun məsafə deyil, yəni təqribi 4 kilometr, 5 kilometr məsafədə yerləşir Nohur çay. Gözəl həyəti var, gözəl besetkaları var, yaşıllıq. Düz meşənin, dağın ətəyindədir, meşənin ətəyindədir. Çox gözəl, sünkar bir görünüşü var buraların. Belə müxtəlif zalları var. Nahar üçün, ziyafətlər üçün. Gəlib burada məclislərinizi, toylarınızı müsəlmanlar gəlib burada qeyd edə bilərlər. Allahın izni ilə Ramazan bayramında, Qurban bayramında gəlib burada istirahət edə bilərsiniz. Ümumiyyətlə istədiyiniz vaxt gəlib burada buranın gözəl təamlarından dada bilərsiniz. Mən öz növbəmdə hər kəsə məsləhət görürəm buranı. Həqiqətən çox gözəl və mənzərəli yerdir. Namaz otağımız var. Kifayət qədər genişdir namaz otağı. Yəni, müsəlmanlar gəlib ibadətini edə bilər eyni zamanda. Uşaqlar üçün meydança var. Uşaqlar üçün meydança, yerlənsək, qorxa, belə bir əyləncəli uşaqların ümumiyyətlə burada vaxtını əyləncəli keçirilməsi üçün kifayət qədər alətlər var. Ama gördüğünüz kimi arxa planda kotejlərimiz də var. Yəni, kotejləri də kirayələyə bilərsiniz. Qala bilərsiniz burada, ailəvi. Qeyd edim ki, bu məkanda alkoqol satılmır. Bəli, tam olaraq halal obyektdir. Müsəlmanlar tam rahatlıqla gəlib burada oturub istirahət edə bilər, yemək yeyə bilər. Tam şəkildə halal. Yəni, qətiyyən özünüzlə digər insanlar gələndə özünüzdən alkoqol gətirə bilməzlər bura. Belə gözəl çay axır. Gözəl mənzərəsi var. Belə dostlar, beləliklə Nohur çay ailəvi istirahət mərkəzinə hər birinizi dəvət edirik. Gəlin, gözəl istirahətinizi eləyin, gözəl buranın təamlarından dadın. Bir daha qeyd edeyim ki, istirahət mərkəzi Qəbələdən 5 kilometr məsafədə Nohur qışlaq kəndin yanında yerləşir. Nohur gölün yanında, belə deyək də, yəni orientir olaraq oranı götürün. Çox əlverişli bir yerdədir. Dağların yanında, meşənin yanında, yəni gördüyünüz kimi dağ massivi tam istirahət mərkəzinin yanındadır. Buyurun, gəlin Nohur çay istirahət mərkəzinə hər kəsi dəvət edirik.